Alona Əliyevanın araşdırması gedir və bütün xalq ondan danışır bu dəqiqə. Yəni Alona Əliyevanın, Qançarın da Mehriban Əliyeva, hansı ki Emin Hüseynova, siz səfirlikdə qadın paltarı ilə gizlənən şəxssiz, sizə can sağlığı arzulayıram. Bax, bu kinayəli sözü ilə İlham Əliyevin verdiyi cavab arasında sizcə hansı daha pis idi? Məncə elə ikisi də pis idi. Yəni Yox, pislərin də pisi var, bir də pisdən pis var. Deməli, düşünürəm ki, İlham Əliyevi onsuz da hamı faktla tanıyır ki, bu adam cinayətkardır, bu adam korrupsionerdir, bu adam qumarbazdır, bu adam bazdır. Yəni mən də bu bazları arxasını gətirə bilərəm, çox şey deyə bilərəm. Ancaq heç vaxt qabaqları qarışmamışam bu işlərə. Ancaq hər zaman indi nə qədər söz-söhbət də olsa, Mehriban Paşayeva, bu yaxşı deyirlər Əli Paşayevlar, yəni Əli Paşayevlar deyək. Mehriban Əli Paşayeva, yəni hər zaman özünü UNESCO, SİSESCO, nə bilim belə mədəni aparıbdır, hər zaman xalqa özünü Azərbaycan xalqının anası kimi göstəribdir. Ancaq biz reallıqla o qədər bunlar əsəbidir ki, yəni bu araşdırmaya, xalqın gözünün açılmasına ki, bu adam reaksiya verdi və xalqımız bilmirəm, diqqət yetirdi, yetirmədi. Bu Mehriban xanım keçdi və birinci bir cavab vermədi. Yəni mən xırdalamaq istəyirəm bütün prosesi. Emin sual verən momentindən və mühafizəsi, böyründə o köməkçiləri, yaltaqları gedəndə siz görün bir 10-15 addım qabağa atır və geri dönür. Belə o mafiya mamaları var ha. Dönür əlində, bilmirəm, fikir verdiniz, vermədiniz Tural bəy. Əlim qoyur belə, belə və başlayır Eminə. Çox gözəl. Xalqımıza göstər, yəni bu xalqımızın gözü açılsın. Durub söylənməsin ki, İlqar Hacıyev ya kimlərsə blogerlər, Mehman Hüseynov, Tural girib kiminsə ailəsini müzakirə eləyir və nəsə müzakirə eləyir. Birinci ailənizi gətiribsiniz hamısını çirkin korrupsiya, siyasətə və bizim haqqımız var birinci bunu müzakirə etməyə. İkinci də geri dönüb. Yəni siz Emin Hüseynov deyəndə ki, mən Emin Hüseynovum, jurnalistəm, geri dönüb. Yəni o sözü birinci ledi, ikinci də ölkənin vitse-prezidentisən. Sən dönüb o lotular kimi birbaşa o sözü haqqın var işlətməyə. Lotular kimi geri dönüb sən Emin Hüseynovu güya alçaltmaq istəyirsən. Deyirsən qadın paltarında səfirlikdə gizlənən adam deyil idin sən. Can sağlığı arzulayıram. Yəni təhdid etdin birbaşa. İkinci də, yəni özünü ifşa etdin ki, Azərbaycan rejimindən qaçmaq, birinci hətta kişi don da geyinər, canını qurtarmaq üçün hər şey də eləyər. Ancaq bu hadisəni biz hamımız yaxşı bilirik. Varavskoy aləm deyirlər. Varavskoy aləmdə özlərinin öz fikirlərində polisdən də it deyirlər onlar. Bəli. Qaçmaq üçün hər şeydən istifadə edə bilərsən. Saçının rəngini kraskalamaq, fərqli geyim geymək icazəlidir. Yəni buna Varavskoy aləmdə belə. Arkadaş, bu adam canını qurtarır sizdən. Yəni bu adam deməli seçimi olub ki, sizin əlinizdə, yəni sizin zülmünüzdə, sizin türmələrinizdə çürüməsin. Bu adam seçib və gedib səfirliyə, yəni Şvetsiya şəhər səfirliyinə gedib və bu adam hamı bilir, Eminin filmi var. Onu bütün bunların yaxtasını göstərəndə orada addım-addım hətta şəkli də var. Necə olub Emin. Yəni bu adam sizdən canını qurtarmaq üçün, yəni özünü Avropalı kimi, yəni bu saçlarını, tüklərini rəngləyib və sizin əlinizdən Azərbaycanla çıxmaq üçün özünü yəni aparıb zorla da, güclə də olsa səfirliyə salıb. Və çox sağ olsun, halaldır ona.
onu etməsəydi, bu saat Emin Hüseynov sizin əlinizdən çıxmazdı. Çünki siz Azərbaycanın qapılarını bağlamısınız. Azərbaycanda kimi ki bacarmışsınız, tutmuşsunuz, kimi bacarmışsınız, xaricdə öldürmüşsünüz, kimi də bacarmamışsınız, əlinizdən çıxanları bir gün sizin aləminizdə, bu trolların aləmində bu Emini güya alçalmış olur ki, bu qadın donu geyinibdir. Yəni bunun nə etikasına, nə vitse-prezidentliyinə, nə birinci xanımlığına, nə heç bir şeyinə yaraşmayan bu açıq bir xalqa öz sifətini göstərdi. Ki Mehriban Əliyeva, həqiqəti Mehriban Əliyeva kimdir? Yəni bu adam birbaşa özünü mafiyos kimi birbaşa smariş göndərdi. Yəni bu hamı indi o lotuların adını çəkdim mən də. Onsuz da lotuların çoxu bunlara işləyir. Lotuların dilində, aləmində yəni smariş var, söz göndərmə var. Bu leksikonda yəni can sağlığı lotuların sənə can sağlığı arzuluyuram. Yəni baxarıq. O birbaşa leksikonda. Yeri düşmüşkən bir məlumatı deyim. Lotular dediniz. Bu Laba Mübariz kimi tanınan Mübariz Pənahov var. O da yəni Bəylər Əyibovun himayəsində bildirilir ki, bu kriminal aləmlə yaxınlığı olan bir şəxsi. Tanıyırsınız İlqar bəy? Belə heç dostluğum olmayıbdı, ancaq belə tanıyıram kimdir, nəçidir. Nə görə Hətta olmayan? həssas tədbirlərdə yəni salam da vermişik birimizə. Yəni